Kəlmələrin sehrində xoş gördük sizləri. Bugün sizinlə zamanın, məkanın, insan ruhunun musiqisindən, nəğmədən bəhs edəcəyik. Bəzən bir sözü izah etmək çətin olur. Çünki söz izahdan daha çox hiss edilir. Nəğmə də məhz belə sözlərdən biridir. Nəğməni mahnı sözü ilə ifadə edə bilərik. Sözlərin və musiqinin vəhdətidir nəğmə. Axı, nəğmə bundan daha artığıdır. Quru bir parça deyil, bir ruh halıdır. Bir axındır, bir insanın içindən qopub gələn səslə dünyaya toxunma cəhdidir. Nəğmə sözü ərəb mənşəlidir və ilkin olaraq avaz, yəni səslənmə, ahəng deməkdir. Azərbaycan dilində mahnı, hava, şərqi kimi sözlərlə yanaşı işlədilir. Amma nəğmənin özünə məxsus bir incəliyi də var. Nəğmə daha çox ruhun səsi kimi qəbul olunur. Dilçilik baxımından nəğmə şifahi xalq ədəbiyyatının ən qədim lirik janrlarından biridir. Bu isə o deməkdir ki, nəğmə yazıdan da əvvəl vardı. İnsanlar hələ sözləri kağıza köçürməmişdən öncə hisslərini səsə çevirirdilər. Onlar sevincini, kədərini, ümidini və yorğunluğunu nəğməyə yüklüyürdülər. Nəğmələrin mövzusu isə həyatın özündən idi. Ən qədim nəğmələrə holavarları, mərasim və mövsüm nəğmələrini aid edə bilərik. Holavarlar, yəni əmək nəğmələri, tarlada, dağda, yolda yaranan səslər, mahnılardır. Məişət və mərasim nəğmələri gündəlik həyatın ritmi, adət və ənənələri yaşadan nəğmələrdir. Mövsüm nəğmələri isə təbiətin ritmi ilə insan yaradıcılığının birləşməsi, yağışa, günəşə, bahara oxunan nəğmələrdir. Bu nəğmələrin hər biri insanın yaşadığı anın səsli izidir. Maraqlıdır ki, bu söz bəzən məcazi mənada qazanır. Qardaşımız, qonşumuz olan coğrafiyada, Türkiyədə yalandan, nazlanaraq deyilən sözlərə də nəğmə deyilir. Sanki səsin gözəlliyi bəzən həqiqətin yerini də tuta bilir. Bu mənada nəğmə yalana çevrilir. Nəğmə sözün musiqiyə çevrildiyi andır. Sözlə, səslə musiqinin vəhdətidir. O, danışığın bitdiyi, hissin başladığı yerdir. Bəzən bir nəğmə 100 cümlədən daha çox şey deyə bilər. Çünki nəğmə məntiqə deyil, birbaşa qəlbə müraciət edir, duyğulara səslənir. Və bəlkə də buna görə insan susanda belə daxilindəki nəğmə davam edir. Nəğmənizin daim xoş sədalara köklənməsi və uzun müddət eşidilməsi diləyi ilə kəlmələrin sehrində qalın.